Tak, biz gelmişik vulkana, Ceyil Dağ vulkanına. Canlı online. Aha, yo canlı değil, yo canlı değil. Emin. Bura bak. Emin, Yeva xanım, Nizam. Gel buradan paylaşım elə. Niyə maraqlı insanlar vulkanlara Elə mi? maraq göstərmir? Ay solda var paylaş. Aha, niye? Niyə? Nə qədər şəlalə, nə qədər göl olar. Ay Burada sağ ol. gəlin vulkanı görün. Vulkan özündə marağı var. Aktiv vulkanlardır. Ay sağ ol. Vulkana getmək istəyən bizə qoşulsun. Göstərəcəm nə maraqlıdır orada. Boşun biz düşmüşük burada Ceyil Dağ. Doyuz Ceyil kənddən. Şoför bizi gözləyir. Bir de yəni 3, 6, 7 nəfər dəli. Getdik. Orada Zəyər dağıdır. 686-da göstərir. 666 metr dindirliyor. Zəyər dağı. Bu Ayaz Akbermədir. Bunun üzərində vulkanlar var. Hətta bir tanəsi qırlı pil deyirlər. Nə? Qır qaynayır. Qır qaynayır, mazot qaynayır. Aha. Bax bu nədir? Bu yolxalıq nədir? Ora Düzəm xəstəxanasıdır. Hə, Düzəm xəstəxanası. Deyilən yer buradır. Orada müalicələr Başa var, düşdüm. xəstələr var. Vulkana gedirik bəxtimizdən. Hava çox gözəl. Hələ ki gün yoxdur. Sərin havadır. Düz yol. Düz düzəngə səhra. Давайте селфи сделаем. Так, привет. Ева Ханум из Чехии, а я Нушаба. Пойдемте. Приятно было. Kim materialı? Ya mazotdur yəqin ki. Ya gudron deyirlər buna. Ola bilər. Yəni mazot çıxırsa mazotun başqa bir deyil. Prosta qoxusu yəni yanacaq sütki materialı. Deməli qalxır buradan. Gelir buradan. Çay kimi buradan axır. Mazot yığmaq istəyən ora gəlsin Ceyil Dağı. Nedir qazmaya ehtiyac yoxdur, böyle tezə çıxır. Bax. Bunu çəkib paylaşır olmasına bir məsələ bir şəkil səsi yazır. Bukvalno qaynayır. Hanı toraq? Yaşılın dalındakı yoxsa? Hə, deyil. Torağay bu da buzovçu. Onun da üstü vulkandır. Buzovçu. O güllü qayadır. Sən bizi güllü qayaya gətirmişsən. Ora Qudrona.